İnsanları ən çox narahat edən mövzulardan biri də tənhalıq mövzusudur və son dövrlərdə mən tənhayam ifadəsini tez-tez eşidirik. Amma müasir psixoterapiya elmi, neyrobiologiya elmi və John Cacioppo'nun tədqiqatları göstərir ki, bu beynimizə gələn təbii bioloji bir siqnaldır. Yəni aclıq, susuzluq kimi olan bir siqnaldır. Əgər aclıq qida ilə təmin edilirsə, tənhalıq siqnalı da sağlam, etibarlı ünsiyyətlə təmin ediləcək. Amma adamlar çox zaman tənhalıq və təklik anlayışlarını qarışdırırlar. Tənhalıq mənim arzuladığım bir münasibətdir, amma reallıqda mən o münasibəti görmürəm və bu fərq məndə subyektiv bir hiss oyadacaqdır. Tənhalıq tək qalmaq, tək olmaq demək deyildir. Təklik isə tənhalıqdan fərqli olaraq bizim şəxsi subyektiv bir seçimimizdir. Təklikdə daxili resurslarla görüş var, mənim digər tərəflərimlə söhbətim var və özümü digər tərəfdən tanıma imkanım var.